Ağ saçlar təbii qocalma əlaməti deyil, xəstəlik göstəricisidir. Bu barədə alimlər danışıb. Bu və digər maraqlı xəbərlərimizi izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. İndi isə digər xəbərlərin anonsları ilə tanış olaq. Feritin azlığı həyatdan soyudur. Yerli mütəxəssisdən qadınlara xəbərdarlıq. Yayda dərin üz təmizliyi ziyandır. Dermatoloq xəbərdarlıq edir. Stres saçları niyə ağardır? Mexanizm açıqlandı. Humanoid robotlar canlı orqanizmdə ilk cərrahi əməliyyatı həyata keçirdi. Gələcəyin cərrahları. Günəşdən gizlənmək sağlamlıq üçün risk yaradır. Araşdırma. Yorğunluq, halsızlıq, həyatdan küsmə dərəcəsinə gəlmə varsa, deməli, feritin azdır. Çox güman ki, feritin azdır. Bu barədə uzman həkim Əfsanə xanım Bayramova danışıb. Baxaq görək, doktor xüsusilə mədə kiçiltmə əməliyyatından sonra feritinin yoxlanmağını niyə vacib sayır? Feritin azlığı həyatdan soyudur. Qadınlarda davamlı halsızlıq, yorğunluq, diqqət dağınıqlığı və hətta depressiyaya bənzər əlamətlərin səbəbi bəzən orqanizmdə feritin çatışmazlığı ola bilər. Bu barədə daxili xəstəliklər uzmanı, terapevt uzman doktor Əfsanə Bayramova STV xəbəri açıqlamasında bildirib. Qadınlarda feritinin 70-100 arası olmasını hədəfləyirik. Nə üçün? Halsızlıq, yorğunluq olmasın, infeksiyalara yatqınlıq olmasın, depressiv olmasın, saç tökülməsin, dırnaq tökülməsin. Yəni, həmişə belə deyirəm xəstələrə, sizin dəmiriniz bir təhər çətinliklə hemoqlobin sintezləməyə çatır. Hemoqlobinlər də minimal 12-13 olanda çox nadir olur. Sevinirik. Yəni, aylıq sikl dönəmində olan gənc bir qadının hemoqlobini 12 olanda sevinirik. 12-dən yüksək olmur. Çünki aylıq itkilər var. Və gündəlik qəbul etdiyi dəmir o 12 hemoqlobini şəkilləndirməyə ancaq çatır. Depolara baxanda ferritin depolarına boş. Ayrıca biokimyəvi testdir ferritin analizi, dəmir deposunu göstərir və dəmir qəbul etməyən gənc bir qadında normal olduğunu görmədik. Normalda nəyi deyirik? 70-100 arası. 5, 2, 0, 3, onun altında bu qadının şikayətləri var. Halsızam, yorğunam, depressivəm, saçım tökülür, dırnağım tökülür, üzüm qırışır, qocalıram, yaşlanıram. Mütəxəssis vurğulayıb ki, mədə kiçiltmə əməliyyatı keçirən şəxslərdə dəmirin sorulması azaldığı üçün feritin səviyyəsinin mütəmadi yoxlanılması böyük əhəmiyyət daşıyır. Vaxtında aparılan qan analizləri və həkim nəzarətində müalicə mümkün fəsadların qarşısını almağa kömək edir. Əfsanə Bayramova qeyd edib ki, uzun müddət davam edən halsızlıq və yorğunluq normal hal kimi qəbul edilməməli, səbəbin müəyyənləşdirilməsi üçün mütləq həkimə müraciət olunmalıdır. Günəşdən qaçan xanımlar siqaret çəkənlərdən daha az yaşayır. Maraqlı və qeyri-adi bir araşdırmadır, amma alimlər sübut etməyə çalışıblar ki, günəşdən qorunmaq, günəşdə dincəlməkdən çox daha ziyandır. Yəni, gün işığından qaçmayın xanımlar. Baxaq. Günəşdən gizlənmək sağlamlıq üçün risk yaradır. Journal of International Medicine jurnalında dərc olunan araşdırmaya görə günəş şüalarından tamamilə qaçan qadınların ölüm riski siqaret çəkən qadınlarla müqayisə edilə biləcək səviyyədə olub. Tədqiqat çərçivəsində 29 mindən çox İsveç qadını 20 il ərzində izlənilib. Nəticələr göstərib ki, günəşdən yayınan qadınların ömür uzunluğu günəşə müntəzəm çıxanlarla müqayisədə 0,6-2,1 il daha qısa olub. Alimlər bildirib ki, günəş işığı orqanizmdə eyni vaxtda D vitamini, serotonin və azot oksidinin sintezini stimullaşdırır. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin azalmasına kömək edir. Digər tədqiqatlar isə aşağı D vitamini səviyyəsinin depressiya riskini artırdığını göstərir. Mütəxəssislər xüsusilə günəş doğduqdan sonraki ilk saatlarda qısa müddətli günəşlənmənin daha təhlükəsiz olduğunu vurğulayıb. Qış aylarında isə D vitamini ilə zəngin qidaların qəbul edilməsi tövsiyə olunur. Dermatoloq Leyla Burzu isə xüsusilə kosmetoloqların, dəri həkimlərinin yanında üzü dərindən təmizləməyin bəzən ziyan olduğunu da vurğulayır. Baxaq.
Yayda dərin üz təmizliyi ziyandır. Yay aylarında dəriyə qulluq vacib olsa da, bu dövrdə dərin üz təmizliyi prosedurları ehtiyatla aparılmalıdır. Bu barədə dermatoloq-kosmetoloq Leyla Burzu STV xəbər açıqlamasında bildirib. Normal dəri tipinə uyğun təmizləyici vasitə, köpüyü olsun, losion olsun götürürük. Tamam, əlavə nə edə bilərik? Üz yuyucu istifadə edirik, ekstra ancaq tonik işlədə bilərik, micellər su işlədə bilərik. Amma o skrablardır, qamajlardır, onlar həssas dərilərə ümumiyyətlə olmaz bir mənalı. Digər dərilərdə baxır, yəni müalicədə gedirmi, yoxsa adi vəziyyətdəmi, onlar artıq individual həkim nəzarəti altında, yəni həkim məsləhəti ilə nə isə eləmək olar, nə isə etmək olmaz. Ona görə bəli, ev şəraitində məsləhət görmürəm o prosedurları. Qaldı ki, digər çistkalara, bəli, məsələn, akvapeeling çistkası yayda eləmək olar, amma mən həssas dərilərdə yayda onu etmirəm. Yəni həssas dərilərdə onu belə etmirəm. Amma digər dərilərə müalicə dönəmində. Əvvəldə ilk müalicə başlayanda mən pasiyentlərə ümumiyyətlə elə bir prosedurlar eləmirəm, çünki dəri ona hazır deyil. İlk 1-2 ay ancaq sırf kimyəvi, yəni öz müalicəmizi eləyirik, protokol üzrə gedirik. Ondan sonra artıq kömək edici vasitə kimi qoşuruq. Bəli, onu da qoşuruq. Onu da niyə eləyirik? Çünki baxırıq. Bəziləri, hətta bəzi belə deyim, peelingin bir növləri var ki, yəni onları faizdə eləyirik. Çünki dərman yetmir. Yəni kifayət qədər kömək eləyə bilmir, gücü çatmayanda. Onda o cür prosedurlar qoşula bilir. Amma yenə də onların hansı və nə zaman qoşulacağını artıq həkim qərar verir. Yəni stabil şəkildə postoyan çistkaya getmək, olmasın həkim olsun, başqa biri fərq etməz. Bu biraz doğru yanaşma deyil. Leyla Burzu qeyd edib ki, yay mövsümündə üz təmizliyi yalnız həkim məsləhəti ilə və dəri tipinə uyğun şəkildə aparılmalıdır. Prosedurdan sonra yüksək qoruyuculu SPF kremindən istifadə etmək, bir neçə gün günəş vannasından uzaq durmaq və dərinin bərpasına imkan vermək vacibdir. Dermatoloq vurğulayıb ki, düzgün aparılmayan və ya uyğun vaxtda edilməyən üz təmizliyi gözlənilən faydanı verməyə və əvəzinə dəri problemlərinin yaranmasına səbəb olur. Ağ saçlar qocalıq əlaməti deyilmiş. Sadəcə bədəndə baş verən müəyyən proseslərin xəbərçisi imiş. Bu barədə maraqlı araşdırma var. İzləyək. Stress saçları niyə ağardır? Harvard Universitetinin alimləri güclü stressin saçların ağarmasına necə təsir etdiyini araşdıraraq bu prosesin bioloji mexanizmini müəyyən edib. Tədqiqat zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, uzun müddətli stress simpatik sinir sistemini aktivləşdirir və böyrək üstü vəzlərin ifraz etdiyi noradrenalin saçın rəngini təmin edən melanositlərin kök hüceyrələrinə zərər verir. Nəticədə pigment istehsalı dayanır və saçlar ağarmağa başlayır. Simpatik sinir sistemi bloklanan siçanlarda isə belə dəyişiklik qeydə alınmayıb. Mütəxəssislər bildirib ki, erkən saç ağarması təkcə yaşlanmanın əlaməti deyil. Orqanizmdə B12 vitamini, mis və katalaza səviyyəsinin azalması da melanin sintezinə mənfi təsir göstərərək saçların vaxtından əvvəl ağarmasına səbəb olur. Araşdırmalar göstərib ki, 40 yaşdan əvvəl saçların ağarması ürək-damar xəstəlikləri riskinin artması ilə də əlaqələndirilir. Alimlər erkən saç ağarmasının yalnız estetik problem kimi deyil, orqanizmdə baş verən dəyişikliklərin xəbərdarlıq siqnalı kimi qiymətləndirməyi tövsiyə edir. Donuzun öd kisəsi laparoskopik üsulla çıxarılıb. Deyəcəksiniz ki, burada nə var? Xəbər yükü nədədir? Bunu həkimlər yox, robotlar edib. Baxaq. Humanoid robotlar canlı orqanizmdə ilk cərrahi əməliyyatı həyata keçirdi. Kaliforniya Universitetinin San Diego kampusunun tədqiqatçıları hazırladıkları Surge adlı humanoid robot sistemi ilə ilk dəfə heyvan üzərində uğurlu cərrahi əməliyyat həyata keçirib. Təcrübə zamanı robotlar donuzun öd kisəsini laparoskopik üsulla çıxarmaq üçün standart cərrahi alətlərdən istifadə edib. Sınaqların birində robot cərrahla birlikdə, digərində isə 2 robot əməkdaşlıq şəraitində çalışıb və hər iki halda əməliyyat uğurla başa çatıb. Cəmi 27 kiloqram çəkisi olan Surge sistemi ənənəvi 800 kiloqramdan artıq çəkisi olan cərrahi platformalardan daha yığcam və çevik hesab edilir. Tədqiqat rəhbəri Michael Yip bildirib ki, bu texnologiya gələcəkdə ucqar bölgələrdə, təbii fəlakət və müharibə zonalarında, eləcə də kosmik missiyalarda cərrahlara dəstək göstərəcək mürəkkəb əməliyyatların daha əlçatan olmasına kömək edəcək.
Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib səhiyyə xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.